Deməli, x-imiz A nöqtəsinin koordinatlarından göstərilir ki, x-imiz 4, y-imiz -2-dir. Bu tənlikdə gətirib x-in yerinə 4, yəni 3 vuraq 4 çıxaq. Y-in yerinə isə -2 yazırıq. Bərabərdir 20-yə. 12 üstə gələk, çünki bu da mənfi, mənfi. 2a, yəni ikisi də mənfi olduğuna görə müsbət eləyir. Bərabərdir 20-yə. Buradan 2a bərabərdir 20 çıxaq 12. 2a bərabərdir 8-ə. A da bərabərdir 8-i 2-yə böləndə cavab olur 4. Deməli, A-nın hansı nöqtəsində deyirdi, hansı qiymətində? A-nın 4 qiymətində olar.